Hər birinizi yeni bir vlogdan salamlayıram. Sizin üçün yeni və maraqlı bir vlog düzəldəcəm bu dəfə. Deməli, bildiyiniz kimi biz çəkilişə getməliydik. Buna görə də bugün səhər tezdən oyanmışıq və mən hazırlaşıram. Alina isə hələ ki yatıb. Buna görə də mən əvvəlcə makiyaj eləyəcəm. Əvvəlcə üzümü nəmləndirəcəm amma. Dünən başım elə pis ağrıyırdı. Buralar elə qaldı bu formada. Burnum tutulmuşdu, nəsə qrip kimi olmuşdum. Amma bugün biraz daha yaxşıyam. İndi özümü biraz toparlamalıyam. Yemək yeyəcəm birazdan yoldaşım gəldikdən sonra. Çünki Alinanı burada qoyub çıxa bilmirəm. O vaxta kimi də mən burada işlərimi görüm, əsas makiyajımı eləyim, paltarımı hazırlayım. Ondan sonra görüşərik. Bunu da dünən almışdım. Belə bir qaş gelin, ancaq bundan istifadə edirəm. Bir də belə bir kofta almışam, indi göstərəcəm sizə. Dünən sizin üçün çəkdim, amma vlog çəkmədiyimə görə indi paylaşacağım onu da. Belə bir kofta aldım, sırf bugün üçün. Bir də ad günümdə geyinəcəm bunu. Məncə gözəldir. Bunu 36 manatı aldım, bunu isə 11 manatı. Biz hazırlaşdıq, getdik. Alina üçün paltarlarını, hər şeyini hazır qoymuşdum onsuz. Özüm üçün də bir hündür ayaqqabı götürdüm ki, orada dəyişərəm. Çünki Alinanı biz belə qucağımızda götürürük, koleskadan istifadə etmirik, çünki oturmur. Və getdik ora, Alina imkan vermədi ki, normal şəkillər çəkilsin. Və oradan da bəzi şəkillər düzdür çəkdirdik. Əslində pis də alınmayıb, sizin üçün də yerləşdirəcəm. Baxarsınız kimə maraqlıdırsa. Amma ki, sakit istədiyim formada dayanmadı. Mən fikirləşirdim ki, mahnı filan musiqi açacaq. Alina elə sakitləşəcək, amma heç cürə sakitləşməyi bilmədi. Bundan sonra da yoldaşımla mola getmişdi. Bir neçə alınmalı şey var idi və orada sizin üçün çox şey çəkmədim. Alina üçün sadəcə Bravodan belə endirmə düşmüş bir oyuncağı aldıq və bir sıra alış-verişimizi elədik, qayıtdıq evə. İndi o alış-verişimizi də sizin üçün göstərəcəm ki, nələr almışıq. Neçə yaşın var Ayaz? 16. Ay, hələ maşallah ama böyük görünürsən. İnşallah sənin üçün olsun. LCY2-dən belə 2 dənə body aldıq yenidən. 20 manat idi, 19.99 formadadır, sadə. Bir də belə güllü, çiçəkli, çox qəşəngdir bunlar. Bir də Ranovadan da 2 dənə kofta aldıq. Birini alana, digəri 18 ya da 17 manata düşürdü. Biz də 2 kofta aldıq. Birini özümə, birini də qaynanama aldım. Bu qara, sadə olanı, belə, sırf bunu, bu hissəsi xoşuma gəldiyinə görə aldım. XL aldım, biraz geniş olsun. Bunun da qiyməti nə qədər idi? 30 manat. Sonra da belə bir kofta aldım. Bu da qaynanam üçün, onun sevdiyi rəngdə. Bu da 30 manat idi qiyməti. Sizin üçün çəkmədim düzü, əslində çəkmək istirdim, amma belə göstərim. Yay paltarlarını artıq yığıram bunun içinə. Bir də ki, belə paltar saxlama qutularının içində saxlayanda paltarlar daha yaxşı qalır. Nəinki digər vakuumlu paketlərdə. Bunlarda heç bir iyi qoxu, heç bir şey olmur. Yəni, heç bir qoxu olmur bunlarda saxladığımız zaman. Amma digər paketlərdə saxladığım zaman isə onlardan qəribə bir qoxu gəlir. Burada paltarları, lazım olmayanları yığıram. Bu hissəni səliqəyə saldım. Ora qış paltarlarıdır. Demək olar ki, bir-iki dənə yay paltarı var. O hissəni yavaş-yavaş yuyuram, artıq azalıb. Burada isə yay paltarlarını yığıram bunun içinə. Lazım ola biləcəkləri qabaq hissədən yığıram ki, bura zamokla açılır. Buna görə də qabaq hissədən yığıram ki, nə vaxtsa lazım olsa tez götürmək rahat olsun. Belə başqa da bir şey qalmayıb. Yoldaşımın köynəkləridir. Bunları da hələ ki yoldaşım qısa qoldan çıxmayıb, ona görə onları saxlayıram. Digər özümə aid olan şeyləri isə yığıram.
Biz yolda gələrkən belə toyuq filesi də almışdıq. Sadəcə bunlar mən bu gün üçün deyil, Alinanın ad günü üçün indidən doğrayıb qoyuram ki, həmin gün gəldiyi zaman mənim üçün rahat olsun. Bunlardan deməli 2 növ yemək hazırlayacağam. Birincisi Sezar salatının içinə filelərdən əlavə edəcəm. İkincisi isə göbələkli bir içli hazırlayacağım, hansı ki milföy xəmirlərinin arasına bunları yerləşdirəcəm. Elə Sezar üçün olanı da hissələrə böldüm. Təbii ki, bu formada yox. Onları böyük hissələrə böldüm. Bütöv formada qızardıb, sonra hissələrə ayıracağam. Yəni həmin gün gəldiyi zaman onsuz da sizin üçün çəkəcəm. Sadəcə bunu da həmin günü etdiyimə görə dedim ki, bu vloqda qalsın. Digər vloqda bunu siz hazır formada onsuz da görəcəksiniz. Belə maraqlı bir içli hazırlayacağım. Əslində Alinanın ad günü üçün bir neçə yemək fikri var hal-hazırda məndə. Onları da həmin gün sizinlə çalışacağam ki, ayrıntılı formada paylaşım. Mən fileni belə doğrayıram, hissələrə bölürəm. Bunu yudum təbii ki, fileni. Suyu biraz qurudu. Ondan sonra doğrayıb hazır formada yerləşdirəcəm. Mən son zamanlar çalışıram ki, evlər çox dağılmasın. Elə əlimə bir şey düşdüyü zaman çalışıram həmin əşyanı yerinə qoyum. Çünki belə vəziyyətdə bunu yığışdırmaq da çox çətin olur. Sadəcə belə bir vəziyyət yaranmışdı. Bu da bir neçə saatın içində olmuşdu. Buna görə də elə dedim fürsətdən istifadə edeyim. Bu dağınıqlığın təmizliyini də vloquma daxil edeyim. Siz də maraqla izləyəsiniz. Qızlar, burada gördüyünüz plastinanı mənə baldızım hədiyyə etmişdi. Karacadan almışdı. Son zamanlar mən onu o qədər istifadə eləmişəm ki, əslində istifadə etdiyim 2 plastina var ən çox. Siz də vloqlarda çox zaman görmüsünüz. Birini yuduğum zaman digərini istifadə edirəm və belə bunlar çox istifadə olunur. Bunu da əslində bir gün əvvəl yerləşdirmişdim, amma üstünü görürsüz. Elə bil ki, günlərdir bu dəyişilməyib. Parçası elə süzülən kimi olub. Bilmirəm, başa düşdünüzsə nə demək istədiyimi. Ona görə də belə səliqəsiz görünür. Əslində mənim neçə plastinam var, amma ən çox sevdiyim bunlardır. Çünki bunun kənarları rezinli olduğuna görə bunu istifadə etmək də bir o qədər asan olur. Burada da balaca qonağım gəlib, Alina da gəlib mənə burada dəstək olur. Və beləcə yataq otağımızı da bitirdik. Qızlar, deməli türklərin çox gözəl bir yeməyi var, kabak mücveri. Mən də bunu bişirəcəm, amma özümdən bəzi əlavələrim də olacaq.
Əvvəlcə göyərtiləri təmizləyim ki, göyərtilər biraz suda qalsın. Duzu da əvvəlcədən ona görə əlavə edirəm ki, bunun suyu rahat formada çıxsın və yumşalsın. Bu kənarda gözləsin bir 15 dəqiqə. Mən keçirəm kartof və kökü də eyni formada keçirəcəm. Bunu soyuruq. Onsuz da bunların ikisinin də suyunu sıxacağım. Buna görə də ikisini də eyni yerə əlavə edirəm. Soğanı isə xırda-xırda doğrayırıq. Bir de gördüm susam da əlavə edirlər. Bundan da biraz əlavə edəcəm. Deməli bir diş də sarımsaq əlavə edirəm. 2 ədəd də yumurta. Biraz istiot və duz da əlavə edəcəm. Birazca da pul biber əlavə edəcəm.
Biraz un, amma çox əlavə etməyin. Mən onu yoğurduğum zaman burada tavanı qoyuram, qızsın. Həm də yağ əlavə edirəm ki, yağ yaxşı qızmalıdır. Yoxsa bura əlavə etdiyimiz mücver bütün yağı özünə çəkə bilər. Deməli qızlar, yağı əlavə elədim. Tam qızmalıdır yağ. Bundan sonra biz qarışımımızı bura əlavə edə bilərik. Amma ondan əvvəl bunu əlimizlə yaxşıca yoğururuq ki, hər şey bir-biri ilə daha yaxşı birləşsin. Belə qaşıq vasitəsilə kənarlarını da düzəldirik. Onlar bişənə kimi də mən buranı səliqəyə salacağım. Boşqabın üzərinə də mətbəx salfeti yerləşdiririk ki, artıq yağını çəksin. Bir neçə qat əlavə edin ki, bütün yağı çəksin özünə. Mən sizinlə artıq sağollaşıram. Növbəti vloqlarda görüşərik. Kanalıma abunə olmağı, mənə dəstək olmağı, videoları bəyənməyi və rey yazmağı da unutmayın. Hələlik növbəti vloqlarda görüşərik. Hal-hazırda birini sizin üçün bölürəm. İçi də bişib, çox dadlı bir resepti sınamağınızı tövsiyə edirəm. Həm də içinə mütləq ki, sarımsaq əlavə edin və ya sarımsaqlı qatıqla yiyin bunu. Bizdə qatıq olmadığına görə hal-hazırda mən bunun içinə sarımsaq əlavə etdim. Çox dadlı oldu.